Bugünkü mövzumuz obyektin məlumat dəyişikliyi ərizəsinin Dövlət Vergi Xidmətinə təqdim edilməsidir. İnternet Vergi İdarəsinin yeni portalı ilə siz artıq yaxından tanışsınız və hər bir bölmə haqqında ətraflı şəkildə əvvəlki dərslərimizdə danışmışıq. Bugünkü dərsimizdə isə obyektin məlumat dəyişikliyi ərizəsinin doldurulması qaydasını öyrənəcəyik və həmçinin bu ərizə formatı bizə hansı hallarda lazım olur və biz bunu necə istifadə edirik, ona baxmış olacağıq. İnternet Vergi İdarəsinin yenilənməsinə baxmayaraq, obyektin məlumat dəyişikliyi ərizəsi hələ də köhnə e-taksis portalında aparılır. Biz bunu ərizələrə keçid etdikdən sonra ərizələrin siyahısında görə bilərik. Hansı ki, burada qeydiyyat vücudu ərizələrində obyektin məlumat dəyişikliyi ərizəsi əks olunmur. Bunun üçün biz təbii ki, köhnə sistemə keçid edirik və buradan köhnə e-taksis portalına daxil oluruq. Köhnə e-taksis portalına daxil olduqdan sonra sol tərəfdə qeyd olunmuş yeni müraciət bölməsindən Dövlət Vergi Xidmətinə bir ərizə ünvanlayırıq. Sənəd növü olaraq isə təbii ki, dərsimizin adı olan obyektin məlumat dəyişikliyi ərizəsini seçirik. Açılan səhifədə qeyd olunan məlumatları doldurduqdan sonra biz ərizəni Dövlət Vergi Xidmətinə təqdim etmiş olacağıq. İlkin olaraq bu ərizə forması bizə nəyə lazımdır və biz bunu hansı formada doldururuq ki, onu nəzərdən keçirək. Obyektin məlumat dəyişikliyi ərizəsi o hallarda doldurulur ki, bizim qeydiyyatdan keçirdiyimiz və yaxud da icarəyə götürdüyümüz hər hansı bir obyektdə mütləq şəkildə bir dəyişiklik etməyə məcbur olduğumuz zamanlarda ərizəni Dövlət Vergi Xidmətinə təqdim edirik. Misal üçün, sizin icarəyə götürdüyünüz obyektin icarə müqaviləsinin tarixi bitmiş ola bilər və yaxud da icarə məbləğinin qiyməti artıb və yaxud da azala bilər. Həmçinin sahə məlumatlarında dəyişiklik baş verə bilər, hansı ki 50 kvadratlıq bir obyekti siz əlavə bir razılaşma ilə 100 kvadrata, 200 kvadrata çevirə bilərsiniz. Belə olduğu hallarda siz obyekti qeydiyyatdan çıxarıb yenidən qeydiyyata almırsınız. Obyektin məlumat dəyişikliyi ərizəsi ilə obyektdə olan əsas məlumatlara əlavə razılaşma əsasında yeni bir dəyişiklik gətirirsiniz. İlk növbədə daxil oluruq obyektlərin siyahısına. Bu bölmədə siz adından daxil olduğunuz MMC-nin, yəni təmsil etdiyiniz subyektin icarəyə götürdüyü obyektlərlə tanış olursunuz. Təbii ki, burada sizdə fərqli ola bilər, 5-6, 10-15 ofisdə ola bilər. Amma bizdə hal-hazırda Vektor Project MMC-nin adında bir icarə obyekti olduğuna görə biz biri ilə rastlaşırıq. Həmin obyekti seçdikdən sonra isə gördüyünüz kimi bayaq boş olan bölmələr avtomatik şəkildə dolduruldu. Bunun səbəbi odur ki, biz artıq bu obyekti bir dəfə qeydiyyatdan keçirmişik və qeydiyyatdan keçirdiyimiz zaman lazım olan detalları qeyd etmişik. Və hal-hazırda qeyd edilmiş detallar üzərindən biz dəyişikliklər aparacağıq. Başdan başlasaq, burada icarə vəziyyəti gəlir. İcarə vəziyyəti haqqında biz əvvəlki dərslərimizdə tam ətraflı şəkildə danışmışıq. İstəsəniz köhnə videolara keçid edib bununla tanış ola bilərsiniz. İcarəyə verən şəxs məlumatlarında dəyişiklik etməyinizə ehtiyac yoxdur, çünki icarə müqaviləsinə bir əlavə razılaşma bağlayırsınızsa, bu icarə verən şəxsi dəyişmir. Sizin icarə obyektinizlə bağlı olan məlumatlar dəyişəcək. Üçüncü bölmədə icarəyə verilən obyekt haqqında məlumat qeyd olunur. Biz bu bölmədə dəyişikliklər apara bilərik. Hansı ki, burada icarə müqaviləsinin tarixi bitmiş ola bilər və yaxud da məbləğ barədə hər hansı bir dəyişiklik baş vermiş ola bilər. Sistemdə gördüyünüz kimi bizim müqavilənin bitmə tarixi 1 sentyabr 2025-dədir. Yəni biz 1 sentyabr tarixində müqaviləni bitirdikdən sonra əlavə razılaşma ilə obyektin məlumatına dəyişiklik yaparıb bu tarixi uzada bilərik və yaxud da sahibkar icarə məbləğini dəyişsə, tutalım 623 manatdan icarə məbləği qalxıb 800 manat olarsa, biz burada dəyişiklik ərizəsinə 800 manat qeyd edəcəyik. Və yaxud da başlama tarixi də dəyişir. Qeyd edirik 1 sentyabr 2025. Yəni 1 sentyabr 2025-də bitir və yeni müqavilə bağlayırıq. Bitmə tarixində yenə eyni qaydada 1 il sonraya və yaxud da 2 il sonraya qeyd edə bilərik. Aşağı bölmədə obyekt haqqında məlumatlardır. Burada dəyişiklik aparmağınıza ehtiyac yoxdur. Obyektin adıdır, formal xarakter daşıyır. Obyektin təyinatı kupça vasitəsilə qeyd edilir. Yəni, biz bu obyekti qeydiyyatdan keçirəndə həmin obyektin kupçasında qeyri-yaşayış təyinatlı olduğuna görə
qeyri-yaşayış yazmışıq. Yerləşdiyi ərazi isə ticarət mərkəzi, iş mərkəzi, bazar və yaxud da digər ola bilər, amma bizim kupçada digər yazıldığına görə biz elə burada digər saxlayırıq. Qeyri-yaşayışın sahə məlumatları bayaqda qeyd etdiyimiz kimi sahə məlumatlarında hər hansı dəyişiklik baş vermiş ola bilər. Hansı ki, hal-hazırda siz görürsünüz ki, bu obyekt 41.54 kvadrat metrdən ibarətdir, amma bizdə məbləğ artıb və biz obyekti böyütmüşük, artıq olub, fərz edək 60 kvadratlıq bir obyekt. Məsəl sahəmiz 60 kvadrat olur, torpaq sahəsi olmadığına görə qeyri-yaşayış yenə tam şəkildə 60 kvadrata çevrilir və ayrıca tikilini də yenə eyni qaydada 60 kvadrata çeviririk. Mərtəbə sayı 15 mərtəbədir, yerləşdiyi mərtəbədə 15-ci mərtəbə olaraq sistemdə əks olunub. Sahə məlumatlarının dəyişikliyini qeyd etdikdən sonra hər hansı bir dəyişikliyə ehtiyac yoxdursa, bu bölməni də keçid edirsiniz. Obyektin ünvanı gördüyünüz kimi avtomatik olaraq çıxır, çünki bayaq da qeyd etdiyimiz kimi biz bu obyekti zaten ilk dəfə qeydiyyatdan keçirmişik və sistem artıq xatırlayır ki, bu obyekt hansı ünvanda qeydiyyatdadır. Təsnifat məlumatları isə həmin obyektdə şirkətin fəaliyyətini əks etdirir. Təsnifat məlumatları dəyişə bilər. Təsnifatları dəyişmək istəyirəm bölməsinə siz təsnifatınızı dəyişə bilərsiniz. Fərz edək ki, hal-hazırda bu şirkət bu obyektdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi ilə məşğuldur. Amma həmin işdə alınmayıb, başqa bir işə çevirirlər, bizneslərini dəyişirlər. Bundan sonra məşğul olacaqlar, fərz edək ki, ticarət xidməti ilə topdan satışına məşğul olacaqlar, topdan ticarət və alt təsnifatı da hər hansı bir şey qeyd edəyik, məsələn, şokolad satışı ilə. Belə olduğu halda gəlib biz burada fizik şəxsin, daha doğrusu fəaliyyət sahəsinin kodunu qeyd edə bilərik. Son olaraq əlaqə məlumatları qeyd olunur. Əlaqə məlumatlarında şirkətə aid mobil telefon göstərilir və ən əsas bölmə qoşma faylı. Bizim burada yazdığımız dəyişikliklər bizim öz istəyimizlə baş vermir. Həm icarəyə verən tərəf, həm icarəyə götürən tərəf öz arasında əsas icarə müqaviləsinə əsasən bir əlavə razılaşma bağlayır. Burada gördüyünüz icarə müqaviləsi 1 sentyabr 2024-də bağlanıb və bu icarə müqaviləsinin nömrəsidir. Və şirkət bundan əlavə, yəni 0177-24-i-AIS icarə müqaviləsinə əsasən 14 mart 2025 tarixli bir nömrəli əlavə razılaşma bağlayır. Və əlavə razılaşmada qeyd edir ki, bundan sonra icarəyə götürülən obyektdə 623 manat 10 qəpik əvəzinə icarə haqqı 800 manat olacaq. İcarə müddəti bundan sonra 1 sentyabr 2026-da bitəcək. Belə olduğu halda biz bu sistemdə obyektin məlumatlarını dəyişə bilərik. Və hər iki tərəf təbii ki, əlavə razılaşmanı imzalayır, möhür pecatını sənədə əlavə edir və biz də həmin o əlavə edilmiş sənədi burada qoşma fayl olaraq sistemə əlavə edirik. Başlıq olaraq yazırıq əlavə razılaşma və sənədlərimizin arasından həmin əlavə razılaşmanı seçirik. Biz burada hər hansı bir dərs seçək, məsələn, mal hərəkət cədvəli. Fərz edin ki, burada icarə müqaviləsinin əlavə razılaşması qeyd olunub. Əlavə razılaşma imzalandıqdan sonra həmçinin hər iki tərəfindən Asandok portalında və yaxud da SEMA tokenlə imzalanmalıdır. Çünki imzalanmasa vergi sistemi bunu dəyişikliyi qəbul etməyə bilər. Bütün məlumatları yazdıqdan sonra yuxarı hissədə əlavə məlumatlarla qarşılaşırsınız. Əlavə məlumatlarda şəbəkə biznesi, obyektin aktivləri və icarəyə götürülmüş daşlar və saytlar soruşur. Biz bunu ilk dəfə qeydiyyatdan keçirdikdə xeyir olaraq yazmışıq deyə avtomatik olaraq sistem yenə xeyir olaraq bunu göstərir. Ümumi məlumatlar bölməsində isə bitirdikdən sonra irəli keçid edirik və bütün məlumatlar burada əks olunur. Hansı ki biz sahə məlumatlarımızı dəyişdik, 60 kvadrat olaraq yazdıq. Şirkətin fəaliyyətini dəyişdik, topdan ticarət şokolad satışı və eyni qaydada icarə məbləği də dəyişdi. Bundan sonra 800 manata artırıldı və müqavilə müddəti 1 il uzadıldı. Bütün bunları yazdıqdan sonra qəbulu vurursunuz və obyektin məlumat dəyişikliyi ərizəsi Dövlət Vergi Xidməti orqanına təqdim edilmiş olur.
və sizə cavab məktubu 2 iş günü ərzində maksimum göndərilir. İmtina da gələ bilər, təsdiq də gələ bilər. İmtina gəldikdə imtina səbəbi göstərilir. Əgər ki, məlumatlarınızı əlavə razılaşmada olduğu kimi qeyd etmisinizsə, imtina gəlməsi demək olar ki, baş vermir və obyektiniz qeydiyyatdan keçirilir. Bugünkü mövzumuz bu qədər. Gələn dərslərdə görüşənədək.